Salam dostlar, bugün Tullantıdan Sənəd Muzeyinə getdik və orada çox maraqlı sənət əsərləri var idi. Baxın, burada məsələn dinozavr var, nə bilim, pilləkənlər var, pilləkəndən çıxıb düşürük, Zümrüddən, bu yanımdakı qız da Zümrüddür, bibim qızı. İndidən salamlayıram və Zümrüdün bacısı Zəhra da, ona da salam verirəm indidən. Yəni çox maraqlı yerdir. Orada bir dənə qurbağa var, Portuqaliyalı bir nəfər eləyib. Və bu sənət əsərləri Tullantıdan yaranmış şeylərdir. Burada biz Zümrüdlə dəli hərəkət edirik. Muzey qalada yerləşir, giriş pulsuzdur. Biz muzeydən çıxıb qalaya da getdik, orada qala da var idi. Biz qalanın ən yuxarısına kimi qalxdıq, oradan bütün qala kəndi görsənirdi.